ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Müəllif rahimehullah Müsəlmanın Qalası kitabında xəstəni ziyarət etməyin fəziləti haqqında bölüm açır. Yəni nə kimi fəziləti vardır? Və burada hədis gətirir Əli radiyallahu anhudan. Qalə səmi'tu Rasulallahi sallallahu aleyhi və səlləmə yəqul. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. İzə adər rəculu əxahul muslim məşə fi xirafətil cənnəti həttə yeclis. Bir kişi müsəlman qardaşını ziyarət edərsə, oturana dək cənnət bağlarından keçər və yaxud cənnət meyvələrindən dərər. Fəidə cələsə qəmərətur rəhmə və oturarsa rəhmət onu bürüyər. Fəin kənə qadvətən sallə aleyhi 70.000 mələkə həttə yumsi. Əgər səhər vaxtı ziyarət edərsə, axşama dək 70.000 mələk ona salavat edər, yəni dua edər, onun üçün bağışlanma diləyər. Və in kənə məsəən sallə aleyhi 70.000 mələk həttə yusbih. Axşam vaxtı ziyarət edərsə, səhərə dək 70.000 mələk onun üçün xeyir dua edər, yəni Allah Teala'dan onun bağışlanmasını diləyər. Həqiqətən, yəni burada fəzilət olduqca böyükdür. Yəni xəstəni ziyarət etməyin necə də böyük bir fəziləti var. Bu hədis Tirmizidə, İbn Macədə, İmam Əhmədin Müsnəd əsərində, Hakimin Müstədrək əsərində keçir və hədis yəni bir çox alimlər səhihləşdirmiş və yaxud da həsənləşdirmişdir və onlardan Şeyx Əhməd Şakir və həmçinin və Şeyx Nasiruddin Əl-Əlbani rahiməhullahdır. Və bəziləri isnadında zəifliyin olduğunu demişlər və demişlər ki, bu nisbət olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmə nisbət olaraq zəifdir, amma Əli radiyallahu anhunun sözü olaraq səhihdir. Yenə yəni hədis elmi baxımından məsələyə yanaşdığımız zaman, yəni bu elə bir məsələdir ki, qeybi məsələdir. Yəni qeybi məsələni, yəni Əli radiyallahu anhu, yəni öz başından deməsi mümkün deyil və buna görə də belə məsələlər əgər sahabə tərəfindən gələrsə və bu da hədis hökmündə sayılır. Yəni belə məsələlər, yəni rəy baxımından, ictihad baxımından deyilməsi mümkün deyildir. Yəni çünki burada keçir ki, yəni bir kişi müsəlman qardaşını ziyarət edərsə, yəni cənnət bağından keçər oturana dək. Yəni bunu insan öz rəyindən necə deyə bilər? Deməli, bu da onu bildirir ki, yəni bunu Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşidib və oturduğu zaman artıq rəhmət onu bürüyər. Və səhər vaxtı olarsa 70.000 mələk axşama dək onun üçün salavat edər. Yəni bu onu bildirir ki, bunu rəy baxımından, fikir baxımından deyilməsi, insan öz ictihadından deməsi mümkün deyil. Yəni hətta Əli radiyallahu anh sözü də olsa, bu hədis hökmündədir. Deməli, bu hədisdə keçir ki, bir kişi öz müsəlman qardaşını ziyarət edərsə və həmçinin qadın da öz bacısını, müsəlman bacısını və yaxud da məhrəm qohumlarını ziyarət edərsə, yəni bu savabı əldə edir. Çünki qadınlar da kişilərin yarısı, parası, yəni onlarla bir bərabərdir və bu da qeyd, mötəbər qeyddir. Adər rəcul əxahul muslim və həmçinin müsəlman qardaşını ziyarət edərsə və burada müsəlman qeydi keçir. Halbuki, yəni qeyri-müsəlmanı da insan xəstələndiyi zaman ziyarət etməsi caizdir, icazəlidir. Yəni Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm Yahudini də ziyarət edib, necə ki, bəlli hədis var bu barədə. Yəni kafirin də ziyarət olunmasında bir işgəl, yəni problem yoxdur. Lakin burada olan hökm və yaxud da vəd və yaxud da burada tərtib olunan savab, yəni bu qeydə bağlıdır. Yəni buradakı savab müsəlman qardaşını ziyarət etdiyi zaman hasil olur. Və yəni qeyri-müsəlmanı ziyarət etmək bu icazəlidir, bu başqa. Amma o ki qaldı, bu hədisdə qeyd olunan savab müsəlman qardaşını ziyarət etdiyi zaman hasil olan savabdır. Məşə fi xirafətil cənnə həttə yeclis. Yəni oturana dək cənnət bağlarından keçər və cənnət meyvələrindən dərər
Və burada nəzərdə tutulan xirafətil cənnə sözünün izahında alimlər gətirir ki, yəni cənnət meyvələrindən dərər. Cənnət meyvələrindən dərər. Və bəziləri isə gətirir ki, cənnətə aparan yola düşər. Və digər ayətdə isə xəstəni ziyarət edən onun cənnətdə bir bağı olar. Cənnətdə bağı və yaxud da dərilmiş meyvəsi olar. Yəni bu mənaları verir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm yəni başqa bir məsələni də qeyd etmişdir bu hədisdə. Hətta yeclis oturana dək. Fə izə cələsə qəmaratur rəhmə və oturduğu zaman isə rəhmət onu bürüyər. Rəhmət onu bürüyər. Elə bil ki, onu örtər. Rəhmət onu örtər. Elə bil ki, rəhmət bir suya bənzədilmişdir. Və bununla artıq yəni paklanmış olur, yəni təmizlənmiş olur və onu əhatə edir. Və bundan nəzərdə tutulan, doğrusunu Allah bilir, rəhmət onu hər tərəfli əhatə edər. Hansı ki, bu mükafat yüngül bir işə görədir. Yəni, ağır olmayan, məşəqqət olmayan bir əmələ görə, yəni xəstəni ziyarət etmək ağır bir iş deyil. Yəni, belə bir işə görə yəni, insan böyük bir savab əldə edir. Yəni, həm Allahın rəhmətini qazanmış olur, rəhmət onu bürüyər. Əgər bu ziyarət səhər vaxtı olarsa, 70 min mələk ona salavat edər axşamadək. Qadvə sözü, yəni əsasən sübh namazından gün doğana qədər olan vaxtda deyilir. Amma burada isə nəzərdə tutulan, yəni günün ilk əvvəlində ziyarət edərsə, axşamadək 70 min mələk onun üçün salavat edər, yəni onun bağışlanmasını diləyər. Və axşam edərsə və zaval da nədir? Zaval məğrib, yəni zöhrdən sonraya aiddir. Zöhrdən sonra ziyarət edərsə axşamadək onun üçün yəni 70 min mələk dua edər. Deməli, mələklərin salavatını qazanmasına səbəbdir. Mələklərin salavatı deyildiyi zaman, yəni mələklər məğfirətlə onun üçün dua edər və mələklərin də salavatı istiğfar deməkdir. İstiğfar, yəni bağışlanma diləmək. Necə ki, Allah Teala buyurur, "Əllezîne yahmilûnel arşa və men havlehu yusabbihûne bihamdi rabbihim və yu'minûne bih və yestağfirûne lillezîne âmenû." Ərşi daşıyan və onun ətrafında olan mələklər Allahı həmd ilə təqdis edirlər və Allaha iman gətirir və iman gətirənlərin bağışlanmasını Allahdan diləyirlər. Yəni burada dua mənasındadır. Yəni onlar üçün məğfirətlə dua edir. Və həmçinin keçir ki, "Fəğfir lillezîne təbu vəttəbə'u səbilək və qihim adabəl cəhim." Və onlar mələklər dualarında deyirlər ki, tövbə edənləri və sənin yoluna qayıdanları, yəni sənin yoluna tabi olanları bağışla. وَقِهِمْ عَذَابَ الْجَحِيمِ və onları cəhənnəm əzabından qoru. Rabbana وَأَدْخِلْهُمْ جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدْتَهُمْ Ey Rəbbimiz, onları ədin cənnətlərinə daxil et. Vəd etdiyin ədin cənnətlərinə daxil et. Mələklər iman əhlinə dua edir. Və bu duada kimin tərəfindən hasil olur? Çoxlu sayda olan mələklər tərəfindən 70 min mələk dua edir yüngül, asan bir əmələ görə və o da xəstəni ziyarət etməkdir. Və sən biləndə ki, insanlardan birisi, filan kəs, sənin üçün, sənin adınla dua edir, adını çəkərək dua edir və şək yoxdur ki, bu insanı sevindirən bir işdir, xoşuna gəlir, sevinir bununla. İnsanın köksü genişlənir, fərah duyur. Görün, əgər bu dua mələk tərəfindən olarsa necə? Və üstəlik bu dua bu sayda mələklər tərəfindən, 70 min mələk tərəfindən olarsa necə? Və insana deyilsə ki, 70 min insan sənin üçün dua edir. 70 min mələk yox, 70 min insan. Və insan az qala bunu eşitdiyi zaman onların duasına arxayın ola bilər. Yəni düşünə bilər ki, o 70 min insanın içərisində duası qəbul olunan kimsələr vardır. Və bəzən bunun səbəbi ilə
yəni əməllərinə qarşı biganə, səhlənkar yanaşar ki, artıq onun üçün bu qədər dua olunur. 70.000 insan dua edir. İndi görün, əgər dua edənlər insanlar yox, mələklərdirsə, yəni mələklərin duası isə qəbuldur. Və buradan da yəni insan gərək bu mənanı xatırlasın və xəstələri ziyarət etməyə həris olsun və həmçinin insan yəni eyni zamanda bilməlidir ki, yəni xəstəni ziyarət etdiyi zaman, bu əməli etdiyi zaman birinci özü üçün əməl etmiş olur. Yəni özü üçün əməl təqdim etmiş olur. Yəni bu əməl yəni özünün xeyrinədir. Yəni qiyamət günü yəni onun qarşılığını görəcəkdir. Və eyni zamanda da xəstəyə də onun faydası vardır. Yəni xəstəni ziyarət edərkən, yəni xəstənin yəni qəlbinə elə bir ki, güc vermiş olur. Yəni bəzən xəstə nəfsi sınmış olur. Amma qardaşlarını görəndə, onu ziyarət edənləri görəndə artıq qəlbi güclənir. Və həmçinin onun üçün bu qədər dua hasil olur. Və bu dualar səbəbilə də insan xəstəliyindən şəfa tapa bilir. Amma bəzən də problemdir ondadır ki, yəni xəstələri ziyarət edərkən elə bil ki, yəni qol çəkmək üçün ziyarət olunur ki, yəni mən də gəldim. Yəni ona görə gərək insan xəstəni də ziyarət etdiyi zaman yəni niyyət doğru olsun, niyyət düzgün olsun. Yəni Allah üçün olsun ki, yəni bu fəzilətlər, bu savablar, bu mükafatlar yəni hasil olsun. Əgər insan bu mükafatları bilərsə, tanıdığı və hətta tanımadığı insanların da yəni ziyarətinə gedər. Və həmçinin ziyarət etmək üçün müəyyən bir vaxt yoxdur, müəyyən bir gün yoxdur. Yəni gün təyin etmək, cümə günü və yaxud da birinci gün və yaxud da dördüncü gün. Yəni belə bir şeyin əsli yoxdur. Əsli yoxdur. Necə ki, İbn Qayyim Rahimullah bunu qeyd edir. Yəni ziyarət üçün hər hansı bir gün və yaxud da saat, vaxt təyin olunmamışdır. Yəni insana müəssər olan, nə vaxt yəni mümkündürsə, asanddırsa, yəni və eyni zamanda da xəstəyə münasib olan vaxt seçilməlidir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm ümməti üçün gecə və yaxud gündüz yəni xəstə ziyarətini buyurmuşdur, səhər və axşam və həmçinin xəstəyə məşəqqət olmayan bir vaxtda. Yəni onun istirahət etdiyi vaxt yox və yaxud yatdığı vaxt yox və həmçinin yəni bu soruşaraq müəyyən münasib vaxtlar seçilməlidir ki, daha münasib olsun. Yəni bu hədisdən dəlil olan hissəsi odur ki, bu hədis xəstəni ziyarət etməyin fəzilətinə dəlalət edir. Allah-u Teala'nın lütfü genişdir. Allah-u Teala'nın lütfü genişdir. Yəni baxmayaraq kimsə deyə bilər, necə ola bilər? Yəni belə bir asan əmələ bu qədər savab. Yəni Allah-u Teala'nın lütfü, mərhəməti genişdir. Yəni asan bir əmələ Allah-u Teala böyük bir savab tərtib etmişdir. 70.000 mələk onun üçün yəni salavat edir. Yəni bu da Allah-u Teala'nın bəndələri üçün böyük lütfü sayılır. Və həmçinin burada keçir ki, müsəlman, şərt deyil ki, yəni müsəlman deyə salih olsun və yaxud qeyri-salih. Yəni müsəlman qardaşıdırsa, onu ziyarət etməklə bu mükafatı əldə edir. Ola bilər təqvalı olsun və yaxud təqvalı olmasın. Və ola bilər təqvası zəif olan da insanların ziyarəti səbəbi ilə faydalansın. Və neçə insanlar olub ki, onu ziyarət etdikdən sonra halı düzəlib. Halı, yəni doğru yola gəlməsinə yəni səbəb olub və buna görə də yəni bu mənaları xatırlamalı, ümumi müsəlmanları ziyarət etməli və həmçinin insan yəni ziyarət edərkən boyun qaçırmamalı. Çünki burada böyük xeyirlər vardır. Və həmçinin burada müəyyən faydalar var. Faydaları da götürək, bu hədisdən alınan faydaları. Deməli, bu hədisin faydalarından Allah Teala'nın yəni bu xisləti edən, yəni bu xeyir xislətini edən insan üçün hazırladığı böyük savab və əzəmətli əcir, yəni mükafat. Abu Bəkir Əl-Ənbəri rahimehullah deyir ki,
Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm xəstəni ziyarət edən, yəni insanı savab dərmək baxımından meyvə dərən, cənnət meyvələrini dərən insana bənzədir. Və hədə kələm Hümeydi, bu Hümeydinin kəlamıdır. Şəbbəhə sallallahu aleyhi və səlləm mə yəhuzuhu aidul marid minəl thəvab. Yəni xəstəni ziyarət edən insan, yəni əldə etdiyi savab, yəni ağacdan dərdiyi meyvələr kimidir. İbn-i Qayyim rahimehullah sonra buyurur ki, və ləm yəkun min hədiyyə sallallahu aleyhi və səlləm. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin yolundan deyildi ki, yəni xəstəni ziyarət etmək üçün hər hansı bir günü təyin etməsi, vaxtı təyin etməsi və əksinə ümməti üçün, yəni buyurmuşdur ki, xəstələri gecə və gündüz və digər vaxtlarda ziyarət etməyi buyurmuşdur. Və həmçinin ziyarət edənin ədəbindəndir ki, yəni yüngül oturmaq, çox oturmamaq və az sual vermək və onun üçün afiyyətlə dua etmək və oturma haqqında da təfsilat götürmüşdük və baxır, yəni xəstənin halına. Məsələn, elə xəstə var ki, yəni o insanlar onun yanında daha çox oturduğu zaman ünsiyyət tapır, sevinir. Yəni onda oturmaq, yəni daha çox oturmaq məsləhətdir. Amma elə xəstələr var ki, ola bilsin xəstəliyin ağırlığından, yəni xoşlamır insanlar onun yanında çox qalsın. Onda insan sadəcə ziyarət etməklə, yanına dəyməklə kifayətlənir, çox oturmur. Və həmçinin ədəblərdəndir ki, insan gözünü də digər eyiblərdən qorumasıdır. Və həmçinin faydalardan yüstəhəbbü lil-alil ayda an yaqul a'udhu bi'izzatillahi və qudratihi. Yəni xəstə insan üçün müstəhəbdir ki, dua etməsi, yəni özü xəstənin dua etməsi a'udhu bi'izzatillahi və qudratihi. Yəni Allahın izzətinə və qüdrətinə sığınıram. Min şerri ma acidu və uhadiru. Yəni hiss etdiyim, həzər etdiyim, çəkindiyim şərdən Allaha sığınıram, Allahın izzətinə və qüdrətinə 7 dəfə və ondan əvvəl isə 3 dəfə Bismillah. Bismillah, Bismillah, Bismillah deyilir. Sonra 7 dəfə isə Əudu bi'izzətillahi və qudratihi min şerri ma acidu və uhadir. Və həmçinin xəstənin də ümumi ədəblərindən gətirilir ki, gözəl səbr etməsidir, az şikayət etməsidir və özündən çıxmamasıdır və duaya sarılmasıdır. Yəni gərək xəstə çox dua eləsin və həmçinin dərman qəbul etdikdən sonra dərmanı yaradana, dərmanın xaliqinə təvəkkül etməsidir. Yəni onlar sadəcə səbəbdir, amma bilməlidir ki, orada şəfanı qoyan isə Allah Teala'dır, onu yaradandır. Və həmçinin faydalardan əz-ziyarətü lillahi ləhə fadlun azim. Yəni Allah üçün ziyarətin böyük fəziləti vardır. Yəni kim qardaşını ziyarət edərsə, ya ümumən və yaxud da xəstələndiyi zaman ona deyilər ki, tıbtə və tabə məmşək, xoş halına sənin və xoş halına sənin attığın addımlara və yuqalli mən zərə axav li qeyri əmrin dünyəvi. Yəni bu kimə deyilir? Qardaşını dünyavi iş üçün yox, yəni Allah üçün ziyarət edənə deyilir. Və onu Allah üçün sevdiyinə görə. İnnəllah əhəbbəkə kəmə əhbəbtəhu fi. Deyə Allah Teala da səni sevmişdir. Sən onu sevdiyinə görə. Necə ki, bu digər yəni hədisdə də gəlir. Necə ki, biri başqa bir yerdə olan qardaşını yəni ziyarətə gedir. Və Allah Teala onun yoluna insan surətində bir mələk göndərir. İnsan surətində mələk göndərir və ona sual verir ki, yəni sən hara gedirsən? Deyir, filan yerə gedirəm. Və ona sual verir ki, sənin ondan yəni umacağın, yəni hər hansı bir maraq, məqsəd, yəni dünyavi bir məqsəd varmı? Deyir ki, xeyr. Yəni yalnız yəni Allah üçün gedirəm. Və onda mələk deyir ki, tıbtə və tabə məmşək və xoş halına sənin attığın addımlara
yəni sevinç içərisində olasan və sənin attığın addımlar nə gözəldir. Yəni elə bil ki, o addımlar axirət yoluna atılan addımlar kimidir. Və təbəvvətə minəl cənnəti mənzilə fil cənnə və cənnətdə özün üçün yer hazırladın. Cənnətdə özün üçün yer hazırladın. Deməli, bu da onu bildirir ki, insanın qardaşını, müsəlman qardaşını Allah üçün ziyarət etməsinin fəzilətini bildirir. Və həmçinin deyilir ki, sən də onu Allah üçün sevdiyinə görə də Allah Teala səni sevmişdir. Və ziyarətin də faydaları vardır. Ziyarətin faydaları vardır. Onlardan birincisi, yəni bu hədisdə qeyd olunan böyük mükafatı dərk etmək və həmçinin qəlblər arasında ülfətin yaranması, insanların bir cəm olması və unudanı xatırlatmaq, qəflətdə olanı ona, yəni qəflətindən ayılmasına səbəb olması və cahilin də öyrədilməsi. Yəni kim ki bilmirsə, müəyyən məsələlər ona öyrədilir və həmçinin burada kim təcrübədən keçiribsə çoxlu məsləhətlər vardır, xeyirlər vardır. Və həmçinin faydalardan, yəni xəstəni ziyarət etməyə gəldikdə isə burada məsləhətlər, bir çox mənfəətlər vardır. Və bundan öncə də müsəlmanın müsəlman üzərində olan haqqı keçmişdir. Xəstələndiyi zaman onu ziyarət etməsi və ona Allah xatırlatması, tövbəni xatırlatması, ona vəsiyyətdir, vəsiyyət etməsi və bundan başqa bir çox faydalar vardır. Və bu hədislər və buna oxşar hədislər dəlalət edir ki, yəni insan qardaşları arasında sevgi yaradacaq, ülfət yaradacaq işləri görməsidir. Onlardan biri də elə ziyarət etməkdir və bir yerdə cəm olmaqdır. Və İbn Hüseymin rahimehullah buyurur ki, daha racih olan, üstün olan görüşə görə xəstəni ziyarət etmək fardu kifayədir. Yəni bir qism insanlar edərsə digərlərinin üzərindən yəni vaciblik düşür. Vaciblik, yəni günah qazanmırlar. Amma hər bir halda insan ziyarət etməklə bu kimi xeyirləri əldə etmiş olur. Və hələlik bununla kifayətlənir inşallah.